Paşabank ilkin kütləvi səhmlərini bazara çıxaracaq. Bu barədə bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev məlumat verib. Mətbuat konferansında daha hansı məsələlərə toxunulub, ətraflı sujetdə. Səhmlərin IPO, ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi Paşabank üçün növbəti strateji inkişaf mərhələsi hesab olunur. Bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev qeyd etdi ki, təşəbbüs maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır. Ölkəmizdə IPO prosesinə başlayan ilk özəl bank məhz Paşabankdır. Bəzən belə düşünür ki, səhm satışı IPO prosesində yalnız iri və imkanlı investorlar üçündür. Əslində bizim yerli IPO bunun tam əksini nəzərdə tutulur. Biz istəyirik ki, insanlar kiçik məbləğlərdə yerli banklar və yerli broker tətbiqləri vasitəsilə bu prosesdə iştirak edə bilsinlər. Bankın vacib hədəflərindən biri səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Buna görə də səhmlərin satışı həm fiziki, həm də rəqəmsal kanallar vasitəsilə aparılacaq. Bu günlərim 17 milyon 725 min 590 ədəd səhmlərimiz var. Bunların təxmini 5% həcmində, yəni 932 min 926 ədəd adi adlı səhmin bazara təqdim olunması planlaşdırılır. Hazırda emissiya prospektinin yekunlaşması, səhmlərin qiymətinə və digər şərtlərə dair yekun çərçivənin formalaşması işlərini aparırıq. Paşabank səhmlərinin ilkin kütləvi təklifi fiziki şəxslərə depozitlər və istiqrazlarla yanaşı, ölkənin uzun müddətli iqtisadi inkişafında pay sahibi olmaq imkanı da yaradacaq. Sənan Bəhrəmli, Samir Gülməmmədov, ATV Xəbər.